31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunan ərazilərdə ictimai asayişin təmini məqsədi ilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilən rejimdə davam etdirirlər. Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq.